gənclər, ilk öncə proqramın uğurla başa çatması münasibətilə sizləri təbrik edirəm. Bu proqram bizə göstərdi ki, gənclərimiz böyük potensiala və gələcək üçün böyük vizyona sahibdirlər. Sizin öyrənmə həvəsiniz, istəyiniz və enerjiniz bu proqramın əsas uğurudur. Siz bu proqramda qazandığınız bilik və bacarıqlarla təkcə öz gələcək karyera inkişafınız üçün deyil, eyni zamanda ölkənin gələcəyi üçün də böyük töhfə verəcəksiniz. Hər birinizi təbrik edir və uğurlarınızın davamlı olmasını arzu edirəm. Bir neçə ay öncə Asan Könüllülər Təşkilatından çox maraqlı bir layihədə iştirak elədik. Layihə insan resursları və performansın idarə olunması modulundan bağlı idi. Öncəliklə onu bildirmək istəyərdim ki, mənim üçün çox maraqlı bir təcrübə oldu. Çünki bu qədər potensiallı, inkişaf yönü açıq gənclərlə birlikdə olmaq, onlarla təcrübə paylaşımı eləmək, birlikdə öyrənmək, tapşırıqlar eləmək mənim üçün çox həyəcanlı və çox maraqlı oldu. Düşünürəm ki, həmən gənclərin həqiqətən ölkəmizin inkişafı üçün, cəmiyyətin inkişafı üçün çox gözəl dəyər qatacaqlar, çox yaxşı potensialları var və Asan Könüllülər Təşkilatı bu qədər parlaq gənci bir araya topladığına görə həqiqətən dövlətimizə, millətimizə çox ciddi dəyər qatır. Həmən gənclərə çoxlu uğurlar arzulayıram. Artıq 2 ildən çoxdur ki, mən də Asan Akademiyada təlimçi kimi fəaliyyət göstərirəm və əsasən də rəqəmsallaşma, rəqəmsal transformasiya sahəsində layihələrin idarə olunmasında təlim keçirəm və çox sevindirici haldır ki, ildən ilə bu layihəyə olan maraq artır, tələbələrin sayı artır və potensialını kəşf etmək istəyən, fərdi inkişafa böyük dəyər verən tələbələrin bir araya gəlməsi və bu potensialın kəşf olunmasına dəstək vermək bizim özümüz üçün də olduqca qürur vericidir. Bundan sonra da sizin hər birinizə gələcək həyatınızda bol-bol uğurlar arzu edirəm və gələcəkdə də yollarımızın kəsişəcəyinə əminəm. Asan Akademiya çərçivəsində bu cürə gözəl təşəbbüslər gənclərin formalaşmasında və inkişafında böyük rol oynayır. Düşünürük ki, gənclərin peşə seçilməsindən asılı olmayaraq, insan resursları idarə edilmə modulu onlar üçün böyük fayda gətirəcəyinə əminik. Bütün iştirakçılara böyük uğurlar arzu edirik. Asan Akademiyası 2024 layihəsi çərçivəsində Asan könüllülərinə korporativ innovasiyalar mövzusu ətrafında təqdimat etmişəm. Təqdimatda könüllülər çox aktiv iştirak ediblər və maraqlı tapşırıqlar üzərində birgə çalışmışıq. Bu layihədə iştirak edənlərin hər birinə uğurlar və gələcəkdə karyeralarında innovativ olmağı arzu edirəm. Təlim çərçivəsində biz mövzu ətrafında müzakirələr apardıq və çox ümidvericidir ki, gənclərimizin bu sahəyə olan marağı, ümumiyyətlə, dövlət və cəmiyyət həyatında iştirakı olan marağı həqiqətən də həm cəmiyyətimizin, həm dövlətimizin gələcək inkişafı üçün çox əhəmiyyətli bir rol oynayır. Və Asan Akademiyada qarşısına qoyulmuş olduğu məqsədlər baxımından yerinə yetirmiş olduğu bu fəaliyyət düşünürəm ki, yüksək qiymətləndirilməlidir. Uğurlarınızı bol olmağını arzu edirəm. Həm Asan Akademiyanın, həmçində ki, onun iştirakçı olan Asan Könüllülərinin gələcək həyatında uğurlar arzu edirəm.